Salam əziz izləyicilər. Demək, dəyər yayınlarının 16 mart 2025-ci ildə buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Demək, baxıram 57-ci sual. Sinif 9, 57-ci sual. Demək, 57 baxın bizdən nə istəyir? 1975 vurulsun 1981 çıxılsın 1978'in kvadratı. Bakın 75 ile 81'in arasında simmetri olarak hansı ədəd yerləşir? 78 yerləşir də. Demək, mən 1975'in əvəzinə 1978 çıx 3 yazaram. 1978 plus 3 yazaram. Simmetri o deməkdir ki, 75 ile 81'in ortasında yerləşən ədəd axtarsın. O da 78'də. Yəni 3 vahid solda, 3 vahid sağda. Bu da çıxılsın 1978'in kvadratı. Baxın, bu mənə kvadratlar fərqi verir. 1978'in kvadratı çıx 3'ün kvadratı 9. Çıx 1978'in kvadratı. Bunlar gedəcək. Qaldı -9. Cavab olur nə? -9. D variantı. Növbəti baxıram 58'ə. Demək, bizə şəkil verib BC paraleli YF. Şəkil belədir də. Burada çəkim. Demək, belə. Bu şəkildə. Demək, baxın, buraya 120 verib. Buranı 65 verib. Burada 90'da. Bizdən BAD'ni istəyir. Bura B, bura C, A, D. Bizə buranı istəyir. Bura Y, bura F. Demək, baxın, neyiniyək? Dedik ki, paralel olanda həmişə uzatmaq lazımdır, rahat görə biləsən. Düzdürmü? Burada 4 bucağı da tamamlayıb gedə bilərəm əslində. Belə də eləyə bilərik. Bunu uzadıram. Baxın, 90'dır da. Burada 90. 65'in qonşusu 115. Burada nə görürük? Burada bir dənə 4 bucaqlı gördük də. Düzdür? 4 bucağın daxil bucaqlarının cəmi 360 olmalı deyil. Demək, burada bilmirəm, bir x'tir. X üstəgəl 120, üstəgəl 90, üstəgəl 115 bərabər 360. Buradan da x bərabər. Demək, bu neçə eləyir? Bu eləyir 210, üstündən 115 gəldim, 325 eləyir. 360 çıx 325, bu da olur 55. Yox, 55 neydi? 35. Cavab olur 35 E variantı. Demək, növbəti baxıram 59'a. Deyir, A və 18 ədədlərinin ortak olmayan sadə vurğuların hasili 15'e bərabərdir. Demək, A və 18 ədədlərinin ortak olmayan sadə vurğuların hasili 15'e. Bizə nə verib? Bizə verib əbub A 18 bərabər nəyə? 6'ya. Buradan başa düşürəm ki, A bərabərdir 6x-a. A 6x'tir. Düzdürmü? İndi 18 nə deməkdir? 18'də 6 vur 3 deməkdir. İndi qulaq as. Bu 6 ən böyük ortak olanı bu 6 olub. Ona görə. Burada x ilə 3 var ha. Bu ortak olmayan sadə vurğuların hasilidir. Ortak olmayan sadə vurğuların hasili 15'tir. Onda x nəymiş? 5. Məndən də A-nı istəyir. 6x deyil ha. 6'nı vururam 5'e. Olur 30. Bu qədər. D variantı. Növbəti baxıram 60'a. Ədədləri müqayisə edin. Baxın, A bərabərdir.
11'də 7. B bərabərdir 13'də 7. C də bərabərdir 11'də 9'a. Normalda baxın bu ikisini müqayisə eləsək nə baş verəcək? Sürətləri bərabərdir, məxrəci kiçik olan böyükdür. Məxrəci kiçik olan böyük olur. Yəni bu ikisini müqayisə eləsək burada nə olur? Demək məxrəclər bərabərdir, sürəti böyük olan böyükdür. Burada da C A'dan böyükdür. Bu ikisini müqayisə eləsəm, demək düzgün kəsirlərdə məxrəclə sürətlərin fərqi eyni olduğuna görə. Yox, eyni olmur. Niyə eyni deyirəm ki? Yox, eyni deyil. Demək bu ikisini müqayisə eləyək görə nə verəcək bizə? Heç müqayisə ehtiyac yoxdur da. Onsuz da A B'dən böyükdür. C də A'dan böyük olduğuna görə B kiçikdir, A kiçikdir, C olur da. Cavab almışıq da neyini ki? C böyükdür A. O da böyükdür B. Oldu A variantı. Növbəti baxıram 61'ə. Baxın 61'də nə istəyir? Deyir zavodda qadın işçilərin sayının kişi işçilərin sayına nisbəti 3'də 2'dir. Bax qadınların kişilərə nisbəti 3'də 2'dir. Qadın işçilərin sayının bütün işçilərin sayına nisbətini soruşur. Bax burada qadın 2K'dır. Kişilər 3K'dır. Bütün işçi 5K'dır da kişi ilə qadının cəmidir. İndi bax. Deyək qadın işçilərin sayının bütün işçiyə. Qadın işçilərin sayının bütün işçiyə. Bunu istəyir. Qadınların sayını bölürəm bütün işçilərin sayı 5K'ya. K'lar gedir, qalır 5'də 2. Cavab olur D variantı. Növbəti baxıram 62'yə. Deyir şəkildə perimetr 24 olan düzbucağın daxilinə bir-birinə toxunan iki çevrə çəkilmişdir. Çevrənin uzunluqlarının cəmini tapın. Demək düzbucaqlı olsun. Bu şəkildə bir dənə də çevrə var. 2 dənə daha doğrusu. Demək bunu yerləşdirək bura. Bir belə olsun. Bunu uzadaq. Demək belədir də. Demək şəkil bu şəkildə. Deyək şəkildə perimetri 24. Və bura A olsun. N dəyişənə gedək də. Elə bir ki perimetri 24 sə 2 vur A plus B 24'tür. A plus B nəyə bərabərdir? 12. Məsəl üçün bura A olsa bura olur nə? 12 minus A. Belə götürək. Bir dənə dəyişəndən. Toplayanda 12 eləyəcək də. İndi mənə nə deyir? Düzbucağın daxilində bir-birinə toxunan iki çevrə çəkilmişdir. Çevrələrin uzunluqlarının cəmini tapın. İndi baxın nə edirəm. Baxın buradan bura belə birləşdirsəm. Bu mərkəz, bu mərkəz. Baxın radius. Böyük el yazım. Rahat görək. Buradan görürəm ki, buradan bura 4 erdir. Buradan bura nədir? A'dır. Demək buradan başa düşdük ki 4 dənə er, bir dənə A'ya bərabərdir. Sonra bunu belə götürsəm, bir dənə er burada, bir dənə er burada. Buradan görürəm ki 2 dənə erdə 12 minus A'ya bərabərdir. Və
Demek 2R beraber 12 minus A'ya. Gətirib burada A'nın yerine 4R yazsam. Və burada A'nın yerine 4R yazıram. R sonra sola keçsə 6R beraber 12 olur. Radius 2 olmuş olur. Bizden ne istəyir? Bizden çevrelerin uzunluklarının cəmi. Çevrenin uzunluğu 2pi R'dir. Birinci çevrenin tapımında öyle bir şey. Radius ikilisi olacak 4pi. Bir çevrenin uzunluğu 4pi'dir. Mənə uzunlukların cəmi dediyinə görə 2 tane eyni çevre olduğuna görə 2'ni vurdum 4pi'ye. Oldu 8pi. A variant. Demək növbəti baxıram 63'ə. Bərabərsizliyin en büyük tam əlliğini tapın. Xətti bərabərsizlikdir. Demək böyükdür 3x üstəgəl 5'ten. Baxın 5 çıxılsın 3x üstəgəl 2x minus 12 böyükdür 3x üstəgəl 5. Burada nə baş verir? Demək mənfi 3x üstəgəl 2x çıx 3x 5 üstəgəl 12 çıx 5'ten. Bu da necə eləyir? Mənfi 4x böyükdür 5'lər gedir 12'den. X da kiçikdir mənfi 3'ten. Bu olacaq mənfi sonsuzluq mənfi 3. En büyük tam həll edildiğine göre mənfi 4 olur. Oldu A variantı. Növbəti baxıram 64'ə. Ədədlər sırasında bir-birindən fərqli 9 ədəd var. Bu sıranın medianı 13 olarsa ədədlərdən neçəsi 13'ten kiçikdir? Deməyə baxın. 9 tane ədəd var. Bu sıranın medianı 13'dür. Demək onda belə çıxır ki, ulduz yazıram. Bakın ortada 13 durur. Ədədlərin sayı nə qədərdir? 9 dənədir. Ədədlərin sayı tək olanda demiş ki, hər iki tərəfdən ortada duran ədəd mediandır. Düzdürmü? İndi bizim medianımız 13 olduğuna görə ədədlərin sayı tək olub. Median 13 olduğuna görə tən ortada duran 13'dür ədədin. İndi 13'ten kiçik bunlar olmalı değil. Bu sayının median ədədlərin neçəsi 13'ten kiçikdir? 13'ten kiçik 4 tane. B variantı. Bir de bu arada yani bu ədədlərin hamısı 13'ten fərqlidir. Yəni belə deyə fərqli ədədlərdir. Bunların heç biri birbirine bərabər deyil. Mesela kimsə düşünməsin ki, mənim burada 13 olsa 3 tane olacaq. Mesela bizə desəydi ki, bizə şərtdə birbirindən fərqli deməsəydi, onda gələ bizə bilsin nədir ya? Mesela 13'ten kiçik en çok nə qədər ola bilər? Onda 4 deyərdim. Aydındır. En çox sualını verərdi gələ bizə. Belə. Növbəti baxıram 65'ə. Aşağı ədədlərin hansı ən böyükdür? Bax, mənfi 2 üstü 4 demək, müsbət 16 deməkdir. Mənfi 2 üstü 5 demək, mənfi 32 deməkdir. Mənfi 2 üstü 6 demək, mənfi 64 deməkdir. Yəni mənfi adəti yoxdur. Mənfi 2 üstü 7 demək, qüvvət təkdir ilə mənfi 128 deməkdir. 2 üstü mənfi 11, yəni bu da 1 bölünsün 2 üstü 11 deməkdir. Sənə deyir ki, ən böyüyü. Ən böyüyü ilə 16'dır, yəni A variantı. Növbəti baxıram 66'ya. 3 fərqli üzlərinin sahəsi 14, 27, 49 olan düzbucaqlı paralelepipedin tam səthinin sahəsini tapın. Demək olasın. Düzbucaqlı paralelipiped burada. Bu bizdə düzbucaqlı paralelipiped olsun. Bu belə. Bax 3 tane üz. Göstərirəm. Dəqiq anla bax. Bax bir üzü budur. Bax bir üzü bu. Biz elə bir otaqda da bax olduğun otağa bir dənə düşün. Olduğun otağın bir üzü budursa
Karşı üzü de eyni olacak. Bak bu karşı üzler eynidir. Bu iki. Sonra bak bir üzü budur. Bak diğer üzü bu olsun. Bu bir üzü bu. Kaldı üçüncü yüz. Üçüncü yüz de bu bak yerdeki. Bak yerdeki. Bak böyle. Bak 3 tane yüz. İndi. Tamam ki yerdekinin sahası. Bak yerdekinin sahası. Neye beraberdir? Mesela olsun 49'a. Mesela böyledekinin sahası olsun 27. Mesela bu üzün sahası. Buraya yazıramda. Bu da olsun ne kadar? 14. Şimdi biz başa düşməliyik ki üzbucağı parabet də hər üzdən 2 dənədir. Ben S tamı istəyirəm mən deyən ki. Hər üzdən 2 dənədir. Mesela bu üzün sahası 14 ise mesela bakın buradaki üzün sahası nədir? 14. Vururam 2'ye 28. Mesela oturacak 49'dursa mesela bu yukarı tavanda 49'du. 2'ye vurdum 98. Bu yan taraf 27 ise bakın burada 27'dir. Vurdum 2'ye 54. Bunların cəmi. Demek bu da ne olur? 180 mi olur? Oldu D variantı. Növbəti baxıram 67'ye. Baxın 67'de sinifdəki 23 şagirddən hər biri şahmat veya dama oyunundan en az birini oynayır. Bakın en az birini oynayır. Bu ne deməkdir? O deməkdir ki burada yani konkret oynamayan yoktur. Burada hamı oynuyor. En az birini oynuyor. En çok da ikisini oynuyor. Şahmat oynayanlar demek 19 nəfər. Dama oynayanlar 8 nəfərdir. Bakın. Şahmat olsun. Bu da dama olsun. İndi fikir ver. Her ikisini oynayan bilmirəm x olsun. Şahmat oynayan 19 ise bu oldu 19 çıx x. Net üstüne de yazabilirsen. Dama oynayanlar 8'dir. Bu x ise bu oldu 8 minus x. Bunların bütöv cəmi bizə şagirdlərin sayını verməli. Yani burada oynamayan yoktur. Çünkü en az söhbəti var. Deyir, en az birini oynuyor. Ona göre burada oynamayan yoktur. Hamı oynuyor. Bunlar gedər. Buradan da elə bir x beraber 6 mı alırıq? 19'dan 8, 17 eləyir. 23'den 17 çıxır, 6 qalır. Bax, hər ikisini oynayan 6 nəfərdirsə, buna nə qədər qalır? Buna 13 qalır. Buna da 2 qalır. İndi məndən 19'dan 6 çıxanda bir dəqiqə üzrsən, səhv çıxdı mı burada? 19 eləmir ki. 17 deyirəm. 19'dan 8'in mi 27 eləyir. 27'den 20 çıxıram. 4 qalır. Bura 4 olur. Bura 15 olur. Burada 4 olur. Bu belə. İndi mənə şagirdlərdən neçəsi deyir? Yalnız şahmat oynar. Yalnız şahmat oynayan. Burada deyil. Yalnız şahmat. Onu C variantı. Demək növbəti baxıram 68'e. Demək 68'e bir tane kvadrat verilib. Bura A'dır. B, C, D. Bura 90. 2, 2. Bura F. Bakın ABC kvadratında BY, B perpendiküları YF. Sonra AY, YD'ye beraberdir. DF istir. Buradan görürəm ki kvadratın tərəfi 4 olur. Düzdürmü? Demək bura 4. Bunun oxşarlığından daha qəşəng görmək olar. Bakın bura alfa yazıram. Bura olur beta. Buradan başa düşdüm ki alfa ile beta'nın cəmi 90 olmalı. Düzdürmü? Bakın orta 90'dır. Bura beta'dırsa bakın bura alfa olmalıdır ki alfa ile beta'nın cəmi 90 olsun. Bu 90'a 180. Düzdür? Burada 90'dır. Onda burada ne olmalıdır? Beta. Burada bilmirəm yazıram x. Beta deyib 9 yazıram.
Artıq bizdə bu üç bucaqla bu üç bucaq oxşar deyirsən. Oxşarlığa görə eyni bucaqların qarşısındakı tərəflər nisbət eyni olmalıdır. Məsələn, 90'ın qarşısını verməyib. Neynirəm onu mən? Bettanın qarşısı. Bettanın qarşısı nəyə bərabərdir? 4'ə. Bölünsün. Bettanın qarşısı nəyə bərabərdir? 2'yə. Bərabərdir. Sonra alfanın qarşısı 2'nin. Alfanın qarşısı x-a nisbətdir. Bunlar xsaydı 2 qalır. Buradan da x alıram 1. Vəssalam. Cavab olur 1. B variantı. Növbəti 69'a baxaq. Deyir, ordinat oxuna nəzərən ordinat oxuna nəzərən -3 nöqtəsinə simmetri olan nöqtənin koordinatlarını tapın. Çox sadə. Ordinat oxuna nəzərən deyirsə, dedik ki, adı çəkilən qalır, digəri əksinə dəyişir. Olur 2, 3. A variantı. Növbəti baxıram. Demək 70. Bakın 70'i eyni kökün altında bölsəm, eyni kökün altında belə bir şey olur. Burada neynirəm? Sürət mərci vururam qoşmasına. Bunun qoşması pilusudur. Bunu vururam pilusa. Məxrəc olur 4 çıx kök 15. 4 plus kök 15. Sürətdə olur 4 üstəgəl kök 15'in kvadratı. Buradan da demək məxrəc kvadratlar fərqi. 4'ün kvadratı 16, kök 15'in kvadratı 1. Daha sonra 15. Məxrəc olur 16 çıx 15. Məxrəc olur 1. Bakın burada kvadrat kök getirdi. Çıxdı modulda. Onsa modda aktifada müsbətdir. Çıxır olduğu kimi. Vəssalam. 4 plus kök 15'dir cavabımız. A variantı. Demək növbəti baxıram. 71. Y bərabər x plus a düz xətdir. Parabolasına toxunursa a-nı tapın. Demək bu belədir də. Belə bir şey təsəvvür edin. Bir dənə belə bir parabola var. Bir dənə də belə bir düz xət var. Təsəvvür belə bir düz xət var. Bunlar bir-birinə toxunur. Baxın, bunlar toxunma nöqtəsində. Baxın, parabolanla bu düz xəttin ortak nöqtəsi var deməkdir. Düzdürmü? Elə bir ki, belə düşünün. Bax, koordinat sistemi olsun, məsəl üçün. Bu belə koordinat sistemi olsun. Bu x olsun, bu y olsun. Parabola məsəl üçün bu şəkildədir. Nisxematı çəkirəm. Dəqiq baxmıram da orada. Bu belədir. Düz xətt də belədir. Və bunlar burada kəsişir. Bax, kəsişən də bunun x ilə y bir-birinə bərabər olur. İkisində də. Bizdən a-nı istəyir. İndi qulaq asın. Bunlar kəsişmə nöqtəsində bunlar bir-birinə olmalıdır. Bərabər olmalı. X, y-ləri bərabərdir. Ona görə gedirəm bu funksiyaları bir-birinə bərabər edirəm. Və buradan alırıq belə bir ifadə. 3x-dan x-i çıxdım. 2x 5 minus a bərabər 0. İndi bax, biz düşünməliyik ki, bu kvadrat ifadənin bir dənə elə bir ki, 2 dənə bərabər kök olmalıdır. Yəni, eyni ədəd olmalıdır. Məsələn, 2 kök ola bilməz də burada. Bir dənə kök olmalıdır, belə deyək. Bir dənə ədəd olmalıdır. Çünki niyə? Bu nöqtədə bir dənə ədəd var, bir dənə x var. Aydındır. Ona görə bunun nəyini tapmalıyam? Diskriminantını 0 eləməliyəm. Demək, diskriminant b kvadratdır. 2'nin kvadratı 4 çıxılsın. 4ac. C'də 5 minus a'dır. Bu 0 olmalıdır. Buradan da 4 çıxılsın. 20 üstəgəl 4a bərabər 0'a. Buradan da 4a bərabər 16'ya. A bərabər 4'ə. A'nın 4 qiymətinə bunlar nə olur? Toxunur. Oldu. D variantı. Baxın, əgər kəssəydi, onda 2 dənə nöqtədə kəsmiş olacaqdı. Onda bunun diskriminantı 0'dan böyük olmalıydı. Çünki 2 müxtəlif kök olmalıydı ona görə. Baxıram 72'yə. Bir düzbucaqlı koordinat sistemində verilmiş ABC üçbucaqlı
Üçbucağı bərabər yanlı düzbucaqlı üçbucaqdır. B nöqtəsinin koordinatları 2, 9. C nöqtəsinin koordinatlarının cəmini tapın. Uşaqlar, bana fikir verin. Və buradan buraya bir 2 vaat gəlib də. Və A'nın koordinatları nə olacaq burada? A'nın koordinatı x'i 2, y'yi 0. Niyə 2? Bakın bunun x'i 2 daxil. Buradan buraya 2 vaat gəlib deməkdir. Demək bu da 2 vaat gəlib. Ona görə x'i 2, y'yi 0 olur. İndi bakın bu üçbucaq bərabər yanlıdırsa bu nə deməkdir? Bu katetlə bu katet birbirine bərabər deyil. Y nə qədər qalxıb? Y 9 vaat yuxarı qalxıb. Onda bu da 9 vaat sağa gəlməlidir. Diqqətlə qulaq as. Və bu da 9 vaat sağa gəlməlidir. Ona görə C nə olacaq? C olacaq x'i 0, y'yi 9. Mənə C nöqtəsinin koordinatlarının cəmini istəyir. 0 üstəgəl yox, 9 yox 11. O zaman az qala səhv elədik. Və diqqətlə qulaq as mənə. Buradan burada 9 vaat qalxıbmı? Demək bax buradan burada 9 olmalıdır. Amma bu da buradan burada 2 vaat gəlib axı. Bildin? Buradan burada 9, buradan burada 2. Cəmi nə qədər yol gedib? 11 vaat. Bu belə olmalı. 0, 11. Sənə də koordinatların cəmini istəyir. 0 üstəgəl 11 olacaq 11. Cavab 11 olmuş olur. Qəşəng sualdır. Növbəti baxıram 73-ə. 2 dəqiqə. Demək 73'dən moda istəyir bizdən. Moda nə idi? Ən çox təkrarlanandır da. Ən çox təkrarlanan burada nə var? 10 var. Başqa nə var? Heç nə. Cavab elə 10 olur. Baxıram 74'ə. Bir ədədi 3 manat və 4 manat olan 2 növ qələmdən cəmi 21 ədəd alan Nazım 70 manat ödəmişdir. Nazım qiymət 4 manat olan qələmdən neçə ədəd almışdır? Bir ədədi 3 manat, 4 manat. Bağışalar. 4 manatlıqdan x sayda qələm almışsan. 3 manatlıqdan y sayda qələm almışsan. Düzdürmü? Cəmi nə qədər qələm almışsan? 21 ədəd. X üstəgəl 21, x üstəgəl y 21 verir. Bu qələmlərin sayıdır. İndi 4 manatlıqdan x sayda almışsansa, nə qədər pul vermişsən 4x. 3 manatlıqdan y sayda almışsansa, nə qədər pul vermişsən 3y. Ümumi nə qədər pul vermişsən 70 manat. Bu belə. Mənə deyir Nazim qiyməti 4 manat. Baxın mənə x istəyir. 4 manatlıq qələmlərin sayını istəyir. Mən x'i tapmalıyam. Ona görə yuxarını 3'ə vururam. Y itirmək istəyirəm. 3x üstəgəl 3y bərabər 63'ə. Yuxarıdan aşağını çıxıram. Y'lər gedir. Qaldı x bərabər nəyə? 7'yə. 4 manatlıqdan 7'dən almışam. Növbəti baxıram 75'ə. Bizə 4 manat deyil də bəli. 75'də deyil ABC bərabər tərəfli üçbucağında. Bizdə bərabər tərəfli üçbucaq. Bura A, bura B, bura C. Buradan da bura 90 çəkiblər. Baxın bunun bütün bucaqları nədir? 60'dır da bilirik. Bərabər tərəfli daha. Bu belə. D, B'də bərabərdir 4A-dəyə. Baxın mən A-dəyə bir x yazsam, onda B'də olur 4x. Buradan başa düşdüm ki bizim bərabər tərəf üçbucağın tərəfi nəymiş? 5x imiş. Düzdür? Burada nədir? 30. Baxın burada bir dənə 30-60 olan düzbucaqlı üçbucaq görürəm. 30'un qarşısında kat et. Bu hipotenuzun yarısı. 2x oldu mu? Bütöv 5x idi. Burada düşdü 3x. Məndən nə istəyir? Məndən CY bölünsün BY-ni istəyir. Baxın bizdə CY buradan buradır. 3x'dir. BY nə qədərdir? BY. BY buradan bura 2x'dir. Bundan nisbəti 1/5. Cavab 1/5 olur. Demək növbəti baxıram 76.
Bakın 76'da ne deyir? Deyir 35 gram duz, 90 gram su. Bunlar qarışdı. Oldu 125 gram. Artıq bu nədir? Məhlul. Məhlul demişik həmişə 100%. Neçə faizli məhlul alınır? Vəssalam. Neçə faiz duz var? 35 gram. Daha doğrusu neçə gram duz var? 35 gram duz var. Bu neçə faizli bilmirəm x. Bu qədər. Burada nə var ki? 35 vur 100 bölü 125. 25'e gelir 5 kalır. 25'e gelir 4 kalır. 35'te 5'e bölürəm 7. 7'nin də 4'e 28 faiz. 28 faizli məhluldur. Çünkü məhlula qatılıq verən həmişə maddə olur da. Duz, şəkər, yod, spirt və s. Demək növbəti baxıram 77'ye. D grafikə görə Əhməd ilk 40 metr məsafə neçə saniyəyə qaçıb? Baxın. Demək ilk 40 metr məsafəni. Buradan baxırıq ki 4 saniyədə 20 metr qaçıb. Düzdürmü? Demək 4 saniyədə 20 metr qaçıbsa bunun nəyini tapıram? Sürətini tapa bilərəm də. V bərabərdir. 20'ni bölürəm 4'e. Nə qədərdir? 5. Demək bunun sürəti nədir? 5'dir. İndi 40 metri neçə saniyəyə qaçır? T bərabərdir. 40 metri bölürəm sürətə. Nə qədər olur? 8 saniyə olur. Yox uşaqlar, burada problem var. Bu belə olmamalıdır. Qrafikə bir dənə fikir verin. Baxın bir dənə bura. Bax bu 8'də elə. 8'də yəni ilk 8 saniyədə əslində 40'dan çox gedir. Qrafik stabil verilməyib. Grafikə görə baxıram ki sürət stabil deyil. Yəni sabit deyil də. Məsələn hər dəfə 5'dən getməyib. Bax qulaq, 4 saniyədə 20 metr gedib. Məsələn görsən 8 saniyədən əvvəl qeyd olunub. 4 ilə 8'in arasında bir saniyə var. Onda da 40 metr gedib. Ona görə o 8 oldu. O doğru deyil yəni. Bu başqa bir şey düşünək. Baxın belə edirəm. Bax nə edirəm? Bax buraya yazan bir x. Düzdürmü? Birinci dəqiqə. Bax fikir ver. Buradan bura nə qədər vaxt keçib? Buradan bura demək 20 metr. Vaxt elmə məsafə. Bax 20'dən 40'a qədər 20 metr məsafə var. Bax 20'dən 40'a qədər məsafə 20 metrdir. Onda belə çıxır ki, bax bu 20 metri. Bu sualda uşaqlar, burada nəsə problem var. Bu yəni diagram baxın düzgün verilməyib. Bax bura 8'dir. Bura 16'dır. Bu 16 nəyə uyğundur? Görülmür zaten. Mesela düşünürəm ki x 6'dır. Mesela tamam x 6'dır. 2 2 artı belə. Mesela deyə bilərsən ki, mənim bəlkə x 5'dir. Əsassızdır da, bildiniz necə? Yəni burada əsas verə bilmirəm ki. Nəyə görə 6 olsun. Bura baxın eyni artır, 20 artır. Amma bura fərqli gedir. Ola bilər ki, bəlkə də cavab ya 6 verirlər, ya amma 8 daha uyğundur cavab olaraq. Bu sual mesela problem var. 78'e baxıram. Demək 78'de bir dənə parallelogram var. Bura A, B, C, D. Demək bu şəkildə. Bura F. Bura 12. D perimetri 96 olan ABC'de paralelogramın tərəflərinin nisbəti 3/5'dir. Bura olsun 3x, bura olsun 5x. Topladım vurdum 2'ye. 16x perimetr olur. 96 x bərabər 6. Onda belə çıxır ki, bura 15'dir. Bir dəqiqə. Bura neçə yazmışdım ben? 5x'dir. Hə, 30'dur. Burada 18.
Demək sonra nə deyir? AY parçası BAD-nin tən böləni. Aha. Şimdi baxın bu tən böləndirsə, burada 2 paralel düz xətt, 3 düz xətt kəsir. Burada əmrlərin daxili çarpazlar bərabər. Bura alfa olanda, baxın burada alfadır. Və buradan görürsən ki, bərabər yanlı üçbucağı əmələ gəldi. Bu suallar məşhurdur. Yəni, bərabər yanlı üçbucağı əmələ gəldi. Bura E'dir. Onda bura 18'dirsə, baxın burada 18'dir. Bütöv 30 olduğuna görə bura düşdü 12. Səndən nə istəyir? Səndən F-yeni istəyir. F-y. Baxın bizdən buranı istəyir. Və burada qum saatı görürəm. Qum saatı görürəm. Qum saatı gördüm, oxşarlıq. İndi qulaq as. Və buraya yazıram 1K. Baxın bura alfa olanda bura alfa oldu mu? Bura beta yazsam burada beta oldu mu? Bura gamma olanda burada gammadır da. İndi oxşarlığa görə bu bucağın qarşısındakı tərəf 30'un. Bu gammanın qarşısındakı tərəf 18'ə nisbədir. Bərabərdir. Beta'nın qarşısındakı tərəf 12'nin. Beta'nın qarşısındakı tərəf K'ya nisbədir. O belə. Bunlar da 6'ya gedir. 3, 5. Bundan da K bərabərdir. 36 böl 5 olur. Bu da 7,2. Cavab olmuş oldu 7,2. Demək növbəti baxıram 79'a. Burada hesaba səhv eləmədilər inşallah. Demək 5,36. Demək 79'da bizə nə istəyir? Deyir 25 ədədini 60% artırdıqda alınan ədədi neçə faiz azaltmaq lazımdır ki 18 alınsın. Demək 25 bu 100%'dir. Bunu 60% artırdım, o da 160%, bu bir x olsun. Demək 25 vur 160 bölü 100. Bundan bu gedir 4 kalır, 160'ı 4'e bölürəm 40. Demək ədədim oldu 40. İndi deyir ki alınan ədədi neçə faiz azaltmaq lazımdır. Yəni bu 40 100%'dir. Deyir bunu neçə faiz azaldım ki 18 alınsın. Bilmirəm bu da olsun y faiz. Buradan da y bərabər 18 vur 100 bölü 40. 20'ye gider 5 kalar. Demək 20'ye gider 2 kalır. 18 ile böldüm 2'ye kaldı 9, 5'e 45%. Şimdi bak 100'den 45'e neçə faiz azalmalıdır? 55%. Cevabımız 55% olur. Növbəti baxıram 80'ə. Demək 80. Fx bərabərdir 2x kvadrat üstəgəl kx üstəgəl 25. Funksiyasının deyək qrafiki. Demək funksiyanın qrafiki mənfi 2, 9 nöqtəsindən keçərsə onun təpə nöqtəsinin koordinatlarının cəmi. İndi baxın. Əgər bu nöqtə funksiyanın qrafiki üzərindədirsə və ya da funksiyanın qrafiki bu nöqtədən keçirsə bunlar eyni şeylərdir. X'in yerinə mənfi 2 yazıram. 2 vurulsun. X'in yerinə mənfi 2 yazsam kvadrat olacaq 4 üstəgəl k vurulsun mənfi 2 üstəgəl 25 bərabər nəyə? 9'a. Buradan mənfi 2k bərabərdir 9. Demək 2'ni 4'ə vuranda 8, 25'dən 33. 9 çıx 33 olur. Buradan mənfi 2k bərabər mənfi neçəyə? 24 mi olur? Mənfi 24 k da bərabər nəyə? 12. Bizdən təpə nöqtənin koordinatlarını istədik. İndi gəlirəm həmin funksiyada k'nın yerinə 12 yazıram. 2x kvadrat üstəgəl 12x üstəgəl 25. Buradan m'in tüstürü m bərabər mənfi b bölü 2a'dır. B bizdə 12'dir. A 2'dir. Vurdum 4. Oldu mənfi 3. Demək m mənfi 3'dür. N 4ac çıx b kvadrat böl 4a'dır. Demək a'sı 2, c'si 25 vurdum 50, 4'a vurdum 200. Çıxılsın 144 böl 4'e 2'ye vur 8. 200'den 44 çıxana qalır 56 böl 8, bu da oldu 7. Demək parabolanın
təpəliklərin koordinatları -3 ilə 7-dir. Bizə də bunların cəmini istəyir. Cavab olmuş olur 4. Növbəti baxıram, sonuncu sualımız 81-ə. Demək 81-də deyir, düzbucaqlı trapesiyanın uzunluğu 4/6. Demək bir dənə düzbucaqlı trapesiya çəkirəm. Bu belə. Bu olsun düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiyanın uzunluğu 4/6 cm olan kiçik diagonalını trapesiya 2 bərabər yanlı düzbucaqlı üçbucağa ayırır. Bu trapesiyanın orta xəttini tapın. Baxın, kiçik diagonal təbii ki buradan belə çəkilər. Düzdür? Görün bizə nə deyir? Deyir, düzbucaqlı trapesiyanın uzunluğu 4/6 olan kiçik diagonalı trapesiyanı 2 bərabər yanlı düzbucaqlı üçbucağa ayırır. Bu bir dənə bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bir də bu. İndi biz də bura məsələn 90'ı hara qoya bilərik? Bura qoya bilməliyik təbii ki. Burada qoya bilmərsən 90'ı. Ancaq bura qoya bilərik də 90, düzdürmü? Bax bu ikisi bərabər yanlı düzbucaqlı üçbucaqdır. Biz də bilirik ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Demək, bura 4/6'dırsa, 4/6'nı kök 2'yə böləndə bu olur 4/3. Bu da olur 4/3. Kök 2'ye vuranda kök 6 edəcək. Bu düzbucaqlı üçbucaqda isə bunun özü katetdir. Onda burada 4/6'dır. Çünki bərabər yanlıdır bunlar. Bu buna bərabərdir. Bu ikisi də bir-birinə bərabərdir. Onda bunu hipotenuz bu katetdən kökdə 2 dəfə böyükdür. Bu da olacaq 4/12. 12 nə deməkdir? 4 vurur 3. 4'dən çıxır 2. 4'ə vurdum 8 kökdə 3. Mənə bu trapesiyanın orta xəttini istəyir. Baxın, orta xəttə bir MN deyək. Elə ki, buradan bura MN düşündüm. Bərabərdir. 8 kökdə 3. Üstəgəl 4 kökdə 3. Oturacaqların cəminin yarısıdır da. Bölünsün 2. Bu da 12 kökdə 3 bölü 2. Bu da bizə verəcək nə? 6 kökdə 3'ü. Demək, orta xətt oldu 6 kökdə 3. Demək, sonuncu dedim, görüm dəqiq sonuncudur da. Sağ olun, hər birinizə uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayaq.